Öz balaca dünyama xoş gəlmisən. Ümid eləyirəm yaxşısan və özünə yaxşı baxırsan. Bu epizodda özümüzə qucaq açmaqdan və özümüzə isti bir ev ola bilməkdən danışmaq istəyirəm. Ola bilsin bu hal-hazırda biraz abstrakt səslənir, amma epizod ərzində üzərinə danışdıqca bununla əslində nəyi nəzərdə tutduğumu daha aydın ifadə edə biləcəyimi düşünürəm. Bu epizodun mövzusu haqqında düşünərkən ağlıma Orxan Zeynalının Sonunda Evdəyəm adlı mahnısı gəldi. Deyəsəm, bu mahnını bacım mənə bir neçə ay əvvəl göndərmişdi. Həmin mahnıda belə bir cümlə keçir. Axı mən bu yaşa çatmışam, yol boyu özümlə dalaşıb. Mahnını dinləyərkən bu cümlə mənə çox təsir elədi və ağlımın bir hissəsində ilişib qaldım. Çünki bu cümlə mənə uzun illər boyu özü ilə dalaşan bir Leylanı xatırladır. Leylanın özü ilə olan davası, ya da belə deyək, bu davanın şiddəti yaxud intensivliyi son illərdə xeyli azalıb, hansı ki məni çox sevindirir. Və mən hətta bu davanın tamamilə bitdiyini düşünürdüm. 3 il əvvəl qısa bir yazı yazmışdım və həmin yazının son cümləsi belə idi. Biz səninlə eyni tərəfdəyik, Leyla. Bu, sanki mənim artıq Leyla ilə əks cəbhələrdə deyil də, eyni cəbhədə olduğumuzun fərqinə varmağım idi və həmin fərqindəliklə bu davanın da bitdiyini, yaxud tezliklə bitəcəyini düşünürdüm. Amma reallıq tam da elə olmadı. Reallığın elə olmamasının məncə bir səbəbi bizim uzun illər ərzində formalaşmış düşüncə, inanc yaxud davranışlarımızın qısa bir müddət ərzində, məsələn bir gecəyə, yaxud bir həftə ya da bir ay ərzində dəyişməsinin demək olar ki, mümkünsüz olmasıdır. İngilis dilində çox xoşuma gələn, Azərbaycan dilində məncə təəssüf ki, tam qarşılığı olmayan bir söz var. Unlearn sözü. Yəni, learn, öyrənmək sözünün əksi olan bir sözdür. Maraqlıdır ki, daha əvvəl bu sözü çox işlətsəm də, heç vaxt lüğətdəki dəqiq mənasına baxmamışdım. Keçən həftə bu söz ağlımdan keçəndə düşündüm ki, görəsən bu söz lüğətdə ümumiyyətlə necə izah olunub? Və Cambridge lüğətinin izahı mənə çox maraqlı gəldi. Həmin lüğətə əsasən unlearn yeni və bəzən daha yaxşı bir üsul öyrənmək üçün bir şeyi adətən etdiyin kimi etməyi unutmağa çalışmaq deməkdir. Məncə biraz qarışıq bir cümlə oldu. Ona görə bir də təkrar eləmək istəyirəm. Yeni və bəzən daha yaxşı bir üsul öyrənmək üçün bir şeyi adətən etdiyin kimi etməyi unutmağa çalışmaq. Keçən yay bir dostumla tenis dərsinə getmişdi və oradakı müəllim bizdən tenis təcrübəmizin olub-olmadığını soruşmuşdu. Biz də heç təcrübəmizin olmadığını demişdi. Müəllim də bizə demişdi ki, heç təcrübəsi olmayan insanları öyrətmək daha asandır. Nəinki texnikanı səhv öyrənmiş olan insanları öyrətmək. Çünki həmin halda əvvəlcə səhv öyrənilmiş şeyləri unlearn eləmək lazım olur. Məncə, eynisi bizim düşüncə və davranışlarımız üçün də keçərlidir. Biz uzun bir zaman ərzində eyni düşüncələri yaxud davranışları təkrarlayaraq əslində onların möhkəmlənməsinə şərait yaradırıq və daha sonra onları dəyişdirmək üçün də xeyli səy göstərməyimizə ehtiyac olur. Mənim içimdə uzun illər boyu davamlı olaraq məni tənqid eləyən və zaman-zaman çox sərt və amansız olan bir iç səs var idi. Bu iç səs həm verdiyim qərarları çox sorğuluyurdu, həm də etdiyim heç nədən razı qalmırdı. Bu səs belə ifadələr işlədirdi. Bacarmadın, vaxtında durmadın, vaxtında yatmadın,
Bu qədər sadə şeyi səhv eləyirsən. Gecikməməliydin. Evdən vaxtında çıxmalıydın. Səhv seçim elədin. Bunu əvvəlcədən bilməliydin. Bacarıqsızsan. Evin yenə təmiz deyil. Bu yaşda bunu bacarmırsan. Vaxtında başlamalıydın. Yetərincə yaxşı dost deyilsən. Bu nədir ki, bunu hamı bacarardı. Və s. və s. Bu tənqidi səsin mənbəyi ilə bağlı bir izah odur ki, bu bizim valideynlərimizin, müəllimlərimizin, yaxud böyüdüyümüz ortamda olan digər tələbkar yetişkinlərin səsidir. Biz bir müddət sonra onların səsini içsəlləşdiririk və həmin insanlar artıq orada olmasa belə, o tənqidi səs bizim içimizdə qalmağa davam edir. Bunun üzərinə təbii ki, çox geniş danışmaq olar, amma mən bu epizodda o səsin orada olmasının səbəbkarlarını, yaxud günahkarlarını sorğulamaqdan daha çox, o səsin bizim üçün faydalı olub olmamasından danışmaq istəyirəm. Daha əvvəl qeyd elədiyim kimi, bir neçə il əvvəl fərqinə vardım ki, mən Leylaya çox əziyyət verirəm. Bu tənqidi səs onu çox yorur və incidir. Düşünürdüm ki, mən özümü sevməliyəm və özümlə daha yaxşı davranmalıyam. Bunun müəyyən qədər alındığını da deyə bilərəm. Həmin aydınlanmanı, belə deyək, yaşamaq mənim üçün ilk addım oldu. Son aylarda isə mənim üçün bu mövzuda sanki yeni bir pəncərə açılıb. Özümlə danışıq və davranış tərzimin üzərində düşünərkən, bir tərəfimin əslində bu tənqid edici səsi əldən buraxmaq istəmədiyinin fərqinə vardım. Təsəvvür eləyin ki, iki tərəf var. Biri artıq bir müddətdir fərqinə varıb ki, özü ilə çox sərt bir formada danışır, özünü çox tənqid eləyir və bununla da özünə ziyan verir. Digər tərəf isə fərqində olduğu halda bu davranış formasından əl çəkmək istəmir. Bunun bir səbəbinin bayaq qeyd elədiyim kimi, bəzi düşüncə və davranış qəliblərini çox təkrarladığımız üçün artıq onlara öyrəşməyimiz olduğunu düşünürəm. Bu, sanki pis bir vərdişi dəyişdirməyə çalışmaq kimidir. Məsələn, tutaq ki, siz siqaret çəkməyin sizin sağlamlığınız üçün ziyanlı olduğunu bilirsiniz. Amma bu sizin avtomatik olaraq artıq heç siqaret çəkməyəcəyiniz anlamına gəlmir. Mənim özüm üçün son aylarda fərqinə vardığım digər bir səbəb isə o tənqidi səsi söndürsəm, vecsiz və məsuliyyətsiz bir insana çevriləcəyim qorxusudur. Bir uşaq təsəvvür eləyək. Valideynləri ona davamlı olaraq dərslərini oxuması üçün təzyiq göstərir və dərslərini oxumayanda onu azarlayır. Yəqin ki, bu uşaq artıq azarlanmamaq üçün dərs oxuyacaq ya da otağını səliqəli saxlayacaq. Çünki bunları etmədiyi anda, yaxud etmədiyi halda azarlanacağını biləcək. Bəlkə bu sistem uzun illər bu şəkildə işləməyə davam edəcək və həmin uşaq artıq həyatın digər sahələrində də nələrsə eləmək üçün o tənqidi səsi içsəlləşdirib həmin səsdən istifadə edəcək. Bununla nəyi nəzərdə tuturam? Məsələn, tutaq ki, siz magistr tezisinizi yazırsınız və artıq siz 5-ci sinifdə oxuyan bir uşaq deyilsiniz və sizi 5-ci sinifdə oxuyan uşağı azarlayacaq şəkildə azarlayan valideynləriniz də yoxdur. Siz də böyümüsünüz, onlar da böyüyüb. Bu dəfə isə siz artıq özünüzü azarlamağa başlayırsınız və sanki bu dəfə özünüz tələbkar bir valideyn roluna keçirsiniz. Çünki sizi indiyə kimi o tələbkar yaxud tənqidi səs hərəkətə keçirib.
Məncə bir nöqtədə razılaşa bilərik ki, həyatda irəliləmək və inkişaf eləmək üçün bizi irəli aparan bir qüvvəyə ehtiyacımız var. Mənim özümə son aylarda verdiyim sual isə odur ki, bəs bu qüvvənin mütləq amansız bir iç səs olmasına ehtiyac varmı, yoxsa bunu başqa üsullarla da eləmək mümkündürmü? Bu haqda düşünərkən ağlıma gələn ifadələrdən biri acting in your own best interest oldu. Azərbaycan dilində bunu tam ifadə eləyə biləcək qarşılığını tapmağa hal-hazırda çətinlik çəkirəm. Amma yəqin ki, bunu özün üçün yaxşı olanı ya da öz xeyrinə olanı etmək, yaxud özün üçün faydalı olanı seçmək kimi ifadə eləyə bilərik. Yenə balaca bir uşaq təsəvvür eləyək. Bu sizin uşağınız, yaxud balaca bacı qardaşınız ola bilər. Təsəvvür eləyin ki, həmin uşaq bütün günü ancaq şokolad yeyir və biz də təbii ki, bu uşağın bu qədər çox şokolad yeməyindən narahat oluruq. Çünki bu qədər şəkər qəbul eləməyin onun sağlamlığı üçün çox zərərli olduğunu bilirik. Həmin tənqidi səsin aktiv olduğu ssenaridə biz bu uşağı davamlı olaraq şokolad yediyi üçün mühakimə eləyirik. Ona çox ağır, incidici sözlər deyirik. Ona sərt qadağalar qoyuruq və beləcə o uşağın şokolad yeməyinin qarşısını alırıq. İndi isə bu tənqidi səsi söndürdüyümüz, yaxud belə deyək, səsini qısdığımız ssenarini təsəvvür eləməyə çalışaq. Məncə, məsuliyyətsiz və vecsiz bir insana çevrilməkdən qorxan Leyla bu tənqidi səsi söndürsə, indi təsvir eləyəcəyim kimi bir ssenari ilə qarşılaşacağını düşünürdü. Bu dəfə biz həmin balaca uşağı heç tənqid eləmirik, onu azarlamırıq, şokolad yeməsinə mane olmuruq və nəticədə o uşaq bütün günü şokolad yeməyə davam eləyir və beləliklə sağlamlığına çox ziyan vurmuş olur. Mənim son aylarda üzərində düşünərək fərqinə vardığım məqam odur ki, bizim bir ekstremdən çıxıb digər ekstremə getməyimizə əslində ehtiyac yoxdur. Bir uşağı şokolad yediyi üçün sərt formada azarlamağın alternativi ona bütün günü heç bir rəy bildirmədən şokolad yeməsinə icazə vermək deyil. Bunun alternativi, məsələn, həm o uşağa biraz şokolad yeməsinə icazə vermək, həm də bunun paralelində ona digər qidaların, məsələn, müxtəlif tərəvəzlərin onun inkişafı üçün nə qədər faydalı, yaxud vacib olduğunu izah eləməyə çalışmaq ola bilər. Təbii ki, mən uşağım olmasa belə, uşaqlara nəyisə izah eləməyin heç də o qədər asan olmadığının fərqindəyəm. Yaxşı xəbər isə odur ki, biz artıq uşaq deyilik, yetişkin insanlarıq. Bu podkastı dinləyirsənsə, yaşının 18-dən çox olduğunu təxmin eləyirəm və yetişkin bir insan kimi bəlkə artıq bizi hərəkətə keçirən qüvvə tənqidi, sərt bir iç yaxud xarici bir səs deyil də, bizim yaxşılığımızı düşünən və bizi güvəndə hiss elətdirən bir səs olmalıdır. Və biz artıq özümüzə daim mühakimə eləyən, acılayan bir valideyn kimi davranmaq yerinə şəfqət göstərən və anlamağa çalışan bir valideyn kimi davrana bilərik. Məsələn, evimiz dağınıq olanda özümüzü buna görə pisləmək, tənqid eləmək, özümüzlə bağlı neqativ fikirlər düşünmək yerinə səliqəli bir evin bizi çox daha rahat hiss elətdirəcəyi fikri ilə evimizi səliqəyə salmağa başlaya bilərik və özümüzə həmin komfortu yaratmağın məsuliyyətini öz üzərimizə götürə bilərik. Burada məsuliyyət və güvən sözlərini xüsusi olaraq vurğulamaq istəyirəm.
Bizim başqa insanlara qarşı müəyyən məsuliyyətlərimiz ola bilər, amma hər şeydən əvvəl məncə özümüzə qarşı olan məsuliyyətimizi də xatırlamağımız vacibdir. Məsələn, mən Leylanı qayğısına qaldığım balaca bir uşaq kimi düşünsəm, onun yaxşı qidalanmasından, yetərincə su içməsindən, yetərincə günəş işığı almasından, bədənini hərəkət elətdirməsindən, onu bəsləyən münasibətlər qurmasından, bir sözlə fiziki və mental sağlamlığından məsulam. Və mənim son aylarda gəldiyim nəticə odur ki, atdığım addımların təyinatı tənqidi bir iç səs yox, Leylaya qarşı məsuliyyətini dərk eləyən, onun yaxşılığını və inkişafını istəyən və eyni zamanda da ona şəfqət və anlayışla yanaşan tərəfim olmalıdır. Güvən anlayışına gəldikdə isə, əgər biz hər elədiyimiz dırnaq içində səhvdə özümüzü mühakimə eləyib, özümüzlə sərt bir formada danışırıqsa, onda özümüzün yanında güvəndə hiss eləyə bilmərik və özümüzə arxalana bilmərik. Burada özümüzün yerinə bir dostumuzu, bacı qardaşımızı yaxud uşağımızı qoya bilərik. Əgər biz onlarla özümüzlə danışdığımız kimi sərt formada danışsaydıq, onları davamlı mühakimə eləsəydik, sizcə onlar bizim yanımızda rahat, güvəndə, anlaşılmış hiss eləyərdilər, yoxsa bizdən mümkün qədər uzaqlaşmaq istəyərdilər? Biz hamımız çox fərqli evlərdə böyümüşük və bu evlərin hamısında yəqin ki, hüzur və rahatlıq hissi fərqli dərəcələrdə hiss olunub. Öz böyüdüyüm evin də məni tamamilə güvəndə və hüzurlu hiss elətdirən bir ev olduğunu deyə bilmərəm. Ümumi olaraq ev anlayışını düşünəndə isə ağlıma içinə girəndə özümü rahat hiss elədiyim, mühakimə olunmadığım, anlaşıldığım, qayğı və diqqət gördüyüm, özüm ola bildiyim və qəşəng bir çay dəmləyib hüzurla otura biləcəyim isti bir yer gəlir. Özü ilə davamlı bir münaqişə içində olan insan isə məncə təəssüf ki, evinin divanında rahatca əyləşib çayını içə bilmir. Çünki həmin evə girdiyi anda onu tənqid eləməyə və ona gün ərzində etdiyi bütün dırnaq içində yanlışları xatırlatmağa hazır olan bir səs olur və bu səslə eyni evin içində yaşamaq çox yorucudur. Bu epizodu bitirərkən deyə biləcəyim hələ də çox şey var. Amma ən başlıcası odur ki, ümid eləyirəm sənin yetişkin tərəfin içindəki uşağa şəfqət və anlayışla yanaşır. Biz böyüyərkən mən sənin yaxşılığın üçün deyirəm, mən sənin yaxşılığını istəyirəm ifadələrini çox eşitmişik. İndi gəl biz özümüzün yaxşılığını istəyək, özümüz üçün faydalı olanı, bizi irəliyə aparanı eləyək. Amma bu dəfə həm də özümüzlə olan dialoqumuzda istifadə elədiyimiz sözləri biraz daha diqqətlə seçək və o balaca uşağın qəlbini qırmayaq. Leylaya 3 il əvvəl biz səninlə eyni tərəfdəyik demişdim. Bugün isə qapını bağla, çünki sonunda evdəsən demək istəyirəm. Bura qədər dinlədiyin üçün sənə çox təşəkkür eləyirəm və son olaraq sənə ayaqlarını rahatca uzadıb dincələ biləcəyin isti bir ev arzulayıram. Özünə yaxşı baxmağa çalış. Görüşənədək.